Toplum TV-nin həbsdə olan əməkdaşı Fərdi İsmailov oktyabrın 6-sında başladığı acılıq aksiyasını dayandırıb. Yaxınları ilə telefon danışığında bildirib ki, o artıq öz kamerasına qaytarılıb və tələbi yerinə yetirildiyi üçün acılığı dayandırıb. Jurnalist yan kamerada saxlanılan Seymur adlı məhbusun ölüm təhdidlərinin təcridxana rəhbərliyi tərəfindən etinadsızlıqla qarşılandığını qeyd edirdi. Amerika Birləşmiş Ştatlarının senatoru Jean Şahin Toplum TV-nin həbsdə olan həmtəsisçisi Ələsgər Məmmədliyə məktub yazıb. O məktubunda Məmmədli də daxil olmaqla siyasi məhbusların müdafiəsinin onun şəxsi prioritetlərindən biri olduğunu qeyd edib. Azərbaycanın siyasi məhbuslarının azadlığı uğrunda ittifaq ölkədə siyasi məhbus sayılan şəxslərin yeni siyahısını açıqlayıb. Siyahıya 392 nəfərin adı daxil edilib. Onlardan 249 nəfər dindar, 31 nəfər isə jurnalist və bloger olaraq siyahıya alınıb. Bu rəqəm birliyin 2025-ci ilin iyununda təqdim etdiyi siyahı ilə müqayisədə 18 nəfər daha çoxdur. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Daxili İşlər Nazirliyinin onun xarici pasport almasına imkan vermədiyini deyib. Kərimli Facebook səhifəsində xəbər verib ki, oktyabrın 7-sində bir gün ərzində pasport almaq üçün Asan Xidmət mərkəzlərindən birinə müraciət edib və rüsum ödəyib. Ona pasportun növbəti gün hazır olacağı deyilib. Oktyabrın 8-də Asan Xidmətə yaxınlaşan partiya sədrinə bir neçə telefon zəngindən sonra pasport verilməkdən imtina olunduğu bildirilib. Bakıda həbsdə olan Sputnik Azərbaycanın icraçı direktoru İqor Kartavıq azadlığa buraxılıb. Bu hadisə oktyabrın 9-da düşənbədə Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin görüşündən sonraya təsadüf edir. Həmin görüşdə Vladimir Putin ötən ilin dekabrında qəzaya uğramış Azal təyyarəsinin Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən zədələndiyini etiraf edib. Əliyev isə Azal təyyarəsinin qəzaya uğraması ilə bağlı vəziyyəti şəxsən nəzarətdə saxladığına görə Putinə təşəkkür edib. İsrail və Həmas Qəzzada atəşkəsə və əsir mübadiləsinə razılaşıblar. Bu barədə ABŞ prezidenti Donald Trump Tuz sosial şəbəkəsində xəbər verib. Stat: Mən böyük qürur hissi ilə elan edirəm ki, İsrail və Həmas sülh planımızın birinci mərhələsini imzalayıb. Bu o deməkdir ki, bütün girovlar çox tezliklə azad ediləcək və İsrail qoşunlarını razılaşdırılmış xəttə qədər geri çəkəcək. Bu, güclü, davamlı və əbədi sülhə doğru ilk addımdır. Statın sonu. Həmas isə açıqlama yayaraq bildirib ki, razılaşma Qəzzaya qarşı müharibənin dayandırılmasını, işğalçı qüvvələrin Qəzzadan çıxarılmasını, humanitar yardımın daxil olmasını və məhbus mübadiləsini nəzərdə tutur. 2025-ci il Nobel sülh mükafatı Venesuelalı siyasətçi və insan haqları fəalı Maria Corina Machadoya təqdim olunub. Nobel komitəsinin məlumatında deyilir ki, Machado bu mükafata Venesuela xalqının demokratik hüquqları uğrunda yorulmaz mübarizəsinə görə layiq görülüb.